Salam, hər vaxtınız xeyir. Bugün Skrill hesabı necə açılır onu göstərmək istəyirəm. Google-da Skrill yazıb keçid edirik, registrasiya deyirik. Ölkəmizi seçirik, valyutanı seçirik, davam deyirik. E-posta. Mən bura hər hansısa bir e-posta yazdım. Saxta e-posta. Siz amma öz həmişə istifadə etdiyiniz e-posta hansıdır onu yazın. Çünki bu sizə həmişə lazım olacaqdır. Sonra şifrə böyük hərf olmalıdır, balaca hərf olmalıdır və rəqəmdən və yaxud da ki nöqtə vergüldən ibarət olmalıdır. 45-55-66 yazdıq. Davam etdiririk. Hesabı doğruluyoruz. Bizim e-postamıza kod göndərir Skrill. E-postamıza daxil oluruq. Buradan bizə göndərmiş olduğu e-postanı yazırıq. Bu saxta e-posta, yəni bir dəfəlik e-posta yaratmaq üçün olan saytdır. Siz bundan istifadə etməyəsiniz. Öz e-posta adresiniz nədirsə ondan istifadə edəsiniz. Kodumuzu yazırıq, təsdiqləyirik e-postamızı. Sonra ad, familiya, tamam, peşəmizi seçirik, hər hansısa peşəmizi. Sonra buradan adresi yazırıq. Siz öz adresinizi yazasınız, posta adresinizi yazasınız. Məsələn, mən Naxçıvanlıyam, Naxçıvan Z7000'dir. Şəhəri yazasınız. Bura adresimizi yazdıq, bura şəhəri yazdıq. Sonraki addım deyirik. Telefon nömrəsi 85. Telefon nömrəsi yazırıq. Nömrəmizə doğrulama kodu göndərir. Bu nömrə məndə işləmədiyi üçün köhnə nömrədir. Onun üçün yəni mən bunu təsdiqləyə bilmirəm. Bundan sonra əsas hesaba keçid eləyir. Əsas hesabda da biz nə edirik? Buradan pul əlavə eləyirik Skrill hesabımıza. Orada da necə istifadə edirik? Burada ya məndə kart hesabım burada aktivdir deyən, onun üçün mən burada kart hesabımı göstərir. Siz kart əlavə eləməlisiniz bura və nə qədər miqdar pul köçürmək istəyirsiniz, o miqdarı yazmalısınız. Buradan davam etdiririk. Nə qədər pul köçürmək istəyirik, onu seçirik. Davam deyirik. Buradan kartın 3 rəqəmli şifrəsi ki vardı arxasında, onu yazırıq və vururuq köçürük. Buradan sonra 3D security kod istəyəcəkdir. Sizin bankın sizə göndərdiyini yazasınız. Bura pul köçürərsiniz. Bundan sonra da Skrilldən istəsəz bir başqa adamın kartına da göndəriş eləyə bilərsiniz. Öz kartınıza da çəkə bilərsiniz Skrill'dəki pulunuzu və yaxud da ki hər hansısa bir market üçün də, məsələn mən HFM üçün istifadə edirəm, brokerə öz pulumu köçürmək üçün bu cür istifadə edə bilərsiniz.